TikToker paytaxtın Xəzər rayonu ərazisində Qala istiqamətində hərəkətdə olarkən yol hərəkəti haqqında qanunun 42-ci maddəsinin 1-ci hissəsinin və 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini, yəni yolun hərəkət hissəsində dönmə hərəkəti apararkən onunla eyni istiqamətdə hərəkətdə olan digər hərəkət iştirakçısının hərəkətinin təhlükəsizliyini təmin edən təhlükəsiz yan məsafə saxlamalı, onun yanından hərəkətin təhlükəsizliyini təmin edib keçib getməli və bununla da yol nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olduğu halda bunlara əməl etməyib. O, dayanmadan keçmək qadağandır, üstünlük yol nişanının tələblərinə əməl etməyərək sola manevr edib dönmək üçün əks istiqamətli hərəkət zolağına çıxıb. İlduzə Hacıyeva onunla eyni istiqamətdə arxadan ötmə əməliyyatını keçirən Amal Məlikovanın idarə etdiyi Mercedes-Benz D2 markalı avtomobilin təhlükə yarandığını görməsinə baxmayaraq idarə etdiyi avtomobilin sürətini tam dayanma həddinə qədər də azaltmayıb. Həmin avtomobilin onu ötüb keçməsini gözləməyərək dönmə manevrli hərəkətini davam etdirib. O yolun əks hərəkət zolağında hərəkətini davam etdirib və onu ötüb keçmək istəyən Amal Məlikovun idarə etdiyi avtomobilin arxa təkərini sürtməklə vuraraq toqquşub. Bununla da Amal Məlikov idarəetməni itirərək yolun kənarındakı beton maneəyə çırpılıb. Nəticədə həmin avtomobildə olan sərnişin Sənubər Muradova ağır bədən xəsarətləri alıb, avtomobilin sürücüsü Amal Məlikova isə hadisə yerindəcə dünyasını dəyişib. Bundan başqa Hacıyeva İlduzə Elmar qızı yol nəqliyyat hadisəsi törətməsi, özünün şəxsiyyəti barədə Azərbaycan Respublikası hüquq mühafizə orqanlarına xəbər vermədən, həmin orqanların əməkdaşlarının gəlməsini gözləmədən və zərər çəkmiş şəxsləri təhlükədə qoyub yardım göstərmədən idarə etdiyi Çanqan markalı avtomobilində yol nəqliyyat hadisəsi yerindən qaçıb.